Salam dəyərli izləyicilər, mənzil növbəsində olanlara bir şad xəbərim var. Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Anar Əliyevin açıqlamasıdır. Videonu paylaşın, burada zəhmət olmasa üstəgəl işarəsinə toxunub kanalımıza abunə olun ki, digər suallarınızı da cavablandıraq. Mənzil növbəsində olan ölkə üzrə bütün şəhid ailələri, müharibə əlilləri mənzillə təmin ediləcəklər. Bu barədə Nazir Anar Əliyev açıqlama verib, qeyd olunub ki, şəhid ailələrinin və müharibə əlillərinin mənzil məişət şəraitinin yaxşılaşdırılması üçün 2 proqram icra edilir, proqramlar dayandırılmayıb və davam etdirilir. Nazirlik ölkə üzrə yeni inşa edilmiş çox mənzilli binalarda mənzillərin alışını həyata keçirir. Bu məqsədlə müvafiq tenderləri biz elan edirik. Ümumilikdə isə bu proqram üzrə 15,7 min mənzil, yəni 15.700 mənzil və fərdi evin verilməsi təmin olunub. 2018-25-ci illərdə bu kateqoriyadan olan şəxslərə 10.000 mənzil və fərdi evin verilməsini təmin etmişik. Post müharibə dövründə isə 6.900 mənzil verilib. Cari ildə bu məqsədlər üçün 400-ə yaxın mənzilin alınmasını təmin edəcəyik deyə nazir qeyd edib.